Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun 10 ilə yaxındır avtomobildən istifadə etmirəm açıqlaması sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub. Yenavaz.com xəbər verir ki, icra başçısının bu sözlərindən sonra əvvəllər mətbuatda dərc edilən məlumatlar və yayılan fotolar yenidən gündəmə gəlib. Qeyd edək ki, mediada dərc olunan xəbərlərdə onun və ailə üzvlərinin bahalı avtomobillərə sahib olması barədə çoxsaylı məlumatlar yayılıb və bu günə kimi təkzib olunmayıb. 2019-cu ildə yayılan xəbərlərdə Rəcəb Babaşovun təxminən 250 min manat dəyərində olduğu bildirilən Range Rover markalı avtomobildən istifadə etdiyi iddia olunurdu. Həmin materiallarda 99 FF099 dövlət qeydiyyat nişanlı avtomobilin fotoları da paylaşılmışdı. Bununla yanaşı 2020-ci ildə müxtəlif media orqanlarında Rəcəb Babaşovun oğlu Elşən Babaşovun adına qeydiyyatda olduğu bildirilən təxminən 275 min ABŞ dolları dəyərində Mercedes-Benz C63 EMG markalı avtomobil barədə xəbərlər dərc edilib. Həmin məlumatlarda Elşən Babaşovun sözügedən avtomobildən istifadə etdiyi qeyd olunurdu. Daha sonra 2024-cü ildə yayımlanan araşdırmalarda Elşən Babaşov bahalı avtomobilləri və dövlət nömrə nişanları ilə yenidən gündəmə gəlib.